mən sizə onurğa xəstəliklərinin atlası kitabının onurğanın degenerativ və destruktiv dəyişiklikləri olan xəstəliklər bölməsindən danışacağım. 23-24 yaşdan başlayaraq onurğa diffuz yolla qidalanır. Qədərincə su qəbul etmədikdə onurğada destruktiv və degenerativ xəstəliklər baş qaldırır və bu destruktiv degenerativ xəstəliklərdən yanaşı osteokondrozun ilkin əlamətləri yaranır. Yüklənmə olduqda, güc düşdükdə, ağır işlə məşğul olduqda həmin bu osteokondrozun nəticəsində protruziya, yırtıq, sekvestrasiya görüntülərini görə bilirsiniz bu kitabda. Protruziyalar fəqərarası disklərdən. Orta yaşlarda əmək qabiliyyətli yaş həddində 20 yaşdan 50 yaşadək onurğa əlilliklərinin qalıq əlamətləri qalıbsa, onun üzərinə osteokondroz, fəqərarası disk yırtıqları, osteofitik çıxıntılar və s. gələcəksə, onurğanın servikal, torakal və lumbar bölgələrində ağrılar baş qaldıracaq. Bu ağrıları istənilən yaş həddində spinal asimetriyanı normala gətirmək lazımdır. Ağrılardan qurtulmaq üçün isə dəqiq diaqnoz qoymaq lazımdır. Sizdə olan rentgenlə onurğa xəstəliklərinin atlası kitabındakı rentgen görüntülərini eyniləşdirərək siz daha dəqiq diaqnoz qoya bilərsiniz.